Deyir, iki dənə dost var imiş. Bunlar həqiqi dost olublar. Bir-biri ilə çox möhkəm dostluqları var imiş. Belə olur ki, bu dostların birinin əlindən bir gün xəta çıxır. Dostun biri vurub bir adamı öldürür. Bu qalır belə neynəsin? Öz sirrini gəlir dostunun yanına ki, bəs belə-belə. Mənim əlimdən bir xəta çıxıb, vurub adam öldürmüşəm. Bəs bunu neyniyək? Deyir, darıxma, gedək, onun nəşini gətirək. Mənim gül bağçam var. Həmin gül bağçasında o nəşi dəfn edir. Belə deyirlər, gedib o nəşi gətirirlər, köməkləşib, bunun böyük bir həyətində gül bağçası var imiş. O gül bağçasında yer qazıb bu nəşi qoyub üstün örtürlər. Bu sir bunların ikisinin arasında olur. Bunlardan başqa heç kəs bu sirri bilmir. Belə olur ki, insandır da bir gün bunların sözləri çəpləşir. Həmin bu adam öldürən dostuna iki dənə şillə çəkir. Beləliklə bunların münasibəti pozulur. Bir-biri ilə danışmırlar, görüşmürlər. Bu adam öldürən dostu başlayıb narahat olmağa ki, mən bununla münasibəti pozdum. Mənim bunun yanında sirrim var. Birdən gedər bu mənim sirrimi açar. Onda mənim aqibətim nə olacaq? Nəsə ürəyi dözmür, gəlir dostunun qapısını döyür. Dostu qapısını açır, görür budur. Deyir, xeyir ola. Deyir, qardaş, mənim sənin yanında bir sirrim var. Bunu bizdən başqa heç kəs bilmir. İndi bizim münasibətimiz yoxdur. Mən bilmək istəyirəm. Sən bu mənim sirrimi gedib satmazsan, açmazsan ki. Dostu ikra hissi ilə öz dostuna baxır. Deyir, biz iki şillədən ötürü gül bağçasını pozmarıq. İki şillədən ötürü gül bağçasını pozmarıq. Arxeyin ol, get yenə. İndi əziz dostlar, bacılar, özünüzə dost seçəndə, rəfiqə seçəndə, elə dostlar, rəfiqələr seçin ki, insanıq da aramızda görürsən münasibətlər pozulub eləyib, həmin vaxtı gedib sizin sirrinizi başqasına satmasın. Sağ olun diqqətinizə görə.